Bugünkü mövzumuz konfliktlərdə öz sözlərini deyə bilməyənlər və don reaksiyası verənlər haqqındadır. Bu əslində şəxsin özünü ifadə edə bilməməsi, hisslərini basdırması və heç bir şey olmamış kimi davranmasına görədir. Burada əsas problem konfliktdən sonra münasibəti necə davam etdirəcəyini bilməməsidir. Səbəbi isə daha çox uşaqlıqda qaynaqlanır. Valideyn və yaxud da ondan böyük şəxslər onu cəzalandırdıqdan sonra heç bir şey olmadan münasibətlərinə eyni yerdən davam etməyə çalışırdılar və buna görə də artıq başqaları ilə konflikt zamanı necə reaksiya verəcəklərini bilmir və yaxud da heç bir şey olmamış kimi davranmağa çalışırlar. Şəxs hisslərini basdırdıqca, bütün problemləri görməzdən gəldikcə bu artıq ona zərər verməyə başlayır. Susulan hər bir problem, kiçik olsa belə, zamanla daha böyük problemlərə yol aça bilər. Münasibətin tamamilə qırılması ilə nəticələnir. Şəxsin hisslərini anlaması, qarşındakı insanla öz düşüncələrini, hisslərini açıq şəkildə danışması daha yaxşı olardı. Tərəfdaşlar bir-birləri ilə yetkin şəxs olaraq problemləri aydın bir şəkildə danışaraq, anlayışla daha yaxşı formada həll eləyə bilərlər.